Nədir? Qafqaz müsəlmanlarına xitab. Seyid Əzim Şirvaninin Qafqaz müsəlmanlarına xitab. Gəlin incəliyək, ondan sonra diqqətlə qulaq asaq, incəliyək, sonra mən sizə suallar verim. Bax, görək nə deyir şair. Əssalam, ey əhali Qafqaz, ey rəisani sahibül eyzaz. Nə deməkdir? Şair birinci Qafqaz əhalisini salamlayır. Burada rəisani sahibül eyzaz, hörmət sahibi olan başçılar deməkdir. Demək ki, birinci kimi salamladı, Qafqaz əhalisini salamladı. Sonra hörmət sahibi olan başçıları salamladı. Əssalam, ey güruhu xeyr əsər, millətin qeyrətini çəkən kəslər. Güruhu xeyr əsər nə deməkdir? Xeyirli iş görənlər deməkdir. Demək sonra şair kimi salamlayıbdı. Xeyirli iş görən insanları, millətin qeyrətini çəkən kəsləri salamlayır. Dadü fəryad, ey güruhu izam. Deyir ki, ey hörmət adamları, dağda yetişin. Güruhu izam hörmət adamlarıdır. Dadü fəryadda yəni dad edir, da fəryad edir. Nə deyir? Deyir ki, ey hörmət adamları, dağda yetişin. Oldu zayi bu milləti İslam. Nəyə görə dad edir? Nəyə görə insanların belə deyim də köməyə çağırır? Ona görə ki, İslam milləti zay olubdur. İndi görək bunların zay olmasının səbəbi nədir? Günü-gündən zəlil-u xar oluruq. Möhnət-i qüssəyə düçar oluruq. Uşaqlar, zəlil-u xar hörmətsiz deməkdir. Demək ki, ona görə dad edir ki, biz deyir günü-gündən hörmətsiz oluruq. Möhnət də kədər deməkdir. Kədərə, qüssəyə düçar oluruq deyir. Görək nədən şikayətlənir, davam edək. Deyir ki, bu qədər dərd kim olur hadis, ona bir elmlik olur bais. Burada dərd kim olur hadis, dərd ki baş verir deməkdir. Hadis hadisədir da yəni. Deyir, bu qədər ki dərd baş verir, bu qədər ki dərdli hadisələr baş verir. Bunun səbəbi elmsizlikdir. Demək, dərdi göstərir, hə? Amma səbəbini də deyir. Dərd nədir? Nadanlıq, avamlıq, cahillik. Səbəbi nədir? Elmsizlik. Bir bəladır bu dərdi nadani. Dərdi nadani, yəni nadanlıq dərdi. Deyir ki, bu nadanlıq dərdi bizim üçün bir bəladır. Ki, onun elm olubdur dərmanı. Baxın, dərdi verir. Səbəbini də verir, elmsizlik. Amma dərddən çıxış yolunu da verir. Yəni, çarəsini də göstərir. Nə deyir? Deyir ki, bir bəladır bu dərdi nadani. Yəni, bu nadanlıq dərdi bizim üçün bir bəladır. Ki, onun elm olubdur dərmanı. Amma deyir, onun dərmanı da elmdir. Yəni, dərdi də göstərir, dərmanı da göstərir ki, dərmanı elmdir. Bu təəccübdür. Ey güruhi bəşər. Güruhi bəşər insanlar deməkdir. Şair təəccüblənir. Deyir ki, ey insanlar, bu çox təəccüblüdür. Gəlin görək nəyə təəccüblənir. Bir kişi yatsa, naxoş olsa əgər. Naxoş nə deməkdir? Xəstə. Kişi də ki, dəxli yoxdur da. Bilir ki, türklərdə də, yəni insana kişi deyir da. Qadın olsun, kişi olsun, dəxli yoxdur. Deyir, əgər bir insan xəstələnsə, axtarır bir təbibi danadil. Təbibi danadil həkim deməkdir. Əgər bir insan naxoş olsa, xəstələnsə, o, belə deyək də, bilikli bir həkim axtarar. Ta ki, səhhət ola ona hasil. O vaxta qədər axtarar ki, səhhət sağlamlıq deməkdir. Sağlamlığı, yəni əldən getməyən də, sağlamlığı ona hasil olana qədər o həkim axtarar. İndi naxoşdur milləti İslam. Ona lazımdır eləmək əncam. Əncam əvaz deməkdir. Deyir, indi bizim bu İslam milləti xəstədir və bunlara deyir, bir əlac etmək lazımdır. Dərdimizdir bu dərdi nadanlıq. Nadanlıq dərdi bizim dərdimizdir. Ki tutubdur bizi pərişanlıq. Elə nadanlıq dərdinə görə də bizi pərişanlıqdır. Pərişanlıq belə deyək də, yəni halı qarışıqdır, dağınıq mənasındadır. Bəli, qəmgindir. Qeyrilər etdilər tərəqqiyi tam. Tərəqqi nə deməkdir? İnkişaf. Deyir, başqaları, yəni başqa millətlər tam inkişaf ediblər. Qaldı zillətdə firqe-i İslam. Firqe-i İslam, İslam cəmaatı deməkdir. Demək, başqaları tam inkişaf ediblər, amma İslam cəmaatı zillətdə qalıb. Yəni, biz inkişaf etməmişik. Hər vilayətdə var 5-10 kəsəbə. Burada kəsəbə kasıb deməkdir. Hər vilayətdə 5-10 kasıb var. 50.000 seyyid-ü axund tələbə. Baxın, 5-10 kasıb var, amma 50.000 seyid var, axund var, tələbə var, 50 dərviş, 50 mərsiyəxan, hamının sözləri tamam yalan. Demək, bu hamının sözləri tamam yalan deyəndə bu kimləri nəzərdə tutur? Həmin o dərvişləri, mərsiyəxanları, seyidləri, axundları, yəni bunları nəzərdə seyid, axundları ki, biz bunlar deyir, çoxdular sayca, amma danışdıqları sözlərin də hamısı yalandır. 50.000 suxtə, 50.000 sail. Suxtə əzabkeş deməkdir, sail də dilənçi deməkdir. 50.000 əzabkeş var, 50.000 dilənçi var, 50.000 hoqqabazi naqabil.
qabil, yəni qabiliyyət, nada orada ön şəkilsidir da. Hoqqabaz naqabil, qabiliyyətsiz hoqqabaz deməkdir. Demək ki, 50 mində qabiliyyətsiz hoqqabazlar da var. Hamının fikri xalqı soymaqdır. Yenə də biz başa düşdük də burada hamı deyəndə kimi nəzərdə tutur. Həmin bu hoqqabazları, qabiliyyətsiz hoqqabazları və s. Həmin o dərvişləri, mərsəxanları və bunların fikri nədir ancaq? Xalqı soymaq. Quru yerdə bu xalqı qoymaqdır. Yəni bunların ancaq bir hədəf məqsədi var ki, xalqı soysunlar, onu quru bir yerdə qoysunlar, yəni hissəsiz qoysunlar. Xalqa bunlar hamı qurublar, dam tələ deməkdir. Həmin bu adını sadaladığımız, yəni bu tip insanlar neyniyiblər? İnsanlara tələ qurublar, xalqa tələ qurublar. Bir bunu anlamır, bu qövmi avam. Amma neynirsən? Qövmi avam qövmdə, yəni avam insanlar demək. Yəni bu qədər bunlara tələ qurublar. Amma bu insanlar, bu avam insanlar bu qurulan tələni dərk etmirlər. Bunu başa düşmürlər. Bizə qeyrilər eyləyir töhmət. Töhmət nədir? Danlaq, məzəmmət. Başqaları deyir, bizi danlayır, məzəmmət edir. Çünki tərəqqi edibdir hər millət. Nəyə görə başqaları bizi danlayır, məzəmmət edir? Çünki onlar inkişaf ediblər, amma biz inkişaf etməmişik. Bax buna görə. Sonra, gərçi var iş qanan kişi tək-tək. Düzdür deyir, iş qanan adamlar var, amma tək-təkdir, yəni azdır. Əksəri xalq avamdır, bişək. Bişək şəksiz deməkdir. Xalqın deyir əksəriyyəti avamdır. Şəksiz ki, avamdır. Bilmirik biz hədis mənasın. Qanmırıq əhli şər fitvasın. Hədis, yəni dinimizlə bağlı. Hədisin deyir mənasını biz bilmirik. Və şəriət əhlinin fitvasını da deyir biz başa düşmürük. Bixəbər olmuşuq şəriətdən. Başımız çıxmır elmi hikmətdən. Biz deyirik şəriətimizi də bilmirik. Yəni ondan da bixəbərik. Üstəlik, elmin hikmətindən də başımız çıxmır. Yəni o dərəcədə biz avamıq. Kəsb üçün Həzrəti Rəsulullah deyir, kəsb burada bildiyim qədərlə kasıblar üçün nəzərdə tutur. Peyğəmbərimiz deyibdi ki, nə dedi? Əl-kasibü Həbibullah. Nə deməkdir? Allah halal zəhməti ilə dolananın dostudur. Demək, kəsb üçün Həzrəti Rəsulullah, Həzrət Peyğəmbər kasıblar üçün deyib ki, Əl-kasibü Həbibullah, Allah zəhməti ilə dolananın dostudur. Zinət-i şəxs elmi ürfandır. Deyir ki, zinət bilirsiniz da, bəzəkdir da. Deyir ki, insanı bəzəyən mərifət elmidir. Elmsiz şəxs misli heyvandır. Elmsiz şəxsləri kimə bənzədibdir? Nəyə bənzədib daha doğrusu? Heyvana bənzədib. Heyvan kimidir deyir. Çünki var idi bizdə nadanlıq. Bizdəki deyir nadanlıq olduğu üçün bizə üz verdi, çox pərişanlıq. Nadanlıq nə deməkdir? Cahillik avamı. Nadanlıq var deyə bizim üçün deyir pərişanlıq üz verdi. Bax belə. İndi sizə suallar verdim. Beləliklə. Zəhra xanım, sualıma cavab ver görüm. Burada hansı görüşlər əks olunur bu əsərdə? Kim deyər? De görüm. Maarifçi görüşlər. Bəli, maarifçi. Bu satira deyil ha. Yəni Qafqaz müsəlmanlarına xitaba satira demək olmaz. Maarifçi görüşlər əks olunan şeirdir. Maarifçi deyəndə nə başa düşürsünüz? Yəni maarifçi görüşlər deyəndə nə dərk edilir, nə başa düşür? Elmin tərəfdarı. Təbii ki. Elmin, savadın tərəfdarı, yəni nadanlığa qarşı çıxır. İnsanları maarifləndirmək istəyirlər. Və burada Zəhra xanım, müəllif kimə müraciətlə yazıb bu əsəri, bu şeiri? Onu başa düşdük, onu bildik. Belə deyək, hansı qəzetdə dərc olunur? Təhlil oxumamısan? Əkinçi qəzetində. Əkincinin də baş redaktoru kim idi? Həsən bəy Zərdabi. Müəllif bunu Həsən bəy Zərdabiyə müraciətlə demirik, şeirin içində Həsən bəyə müraciət var. Yox. Amma sadəcə yazır bunu və Həsən bəy Zərdabiyə müraciət edir ki, sən bunu Əkinçi qəzetində dərc elə, yəni qoy bunu çoxlara oxusun, yəni bir növ insanların gözünü açaq. Və şeiri necə adlandırıb uşaqlar? Özünün Qafqaz müsəlmanlarına məktubu adlandırıbdır. Bəs yaxşı, Şirinova Aysun, de görüm, əsərdə qaldırılan problemlərin həlli yolu verilibdir? Verilibdir, aha. Bəs onda geriliyin, tərəqqi, inkişaf yolunda ləngimənin səbəbini şair nədə görürdü? Elmsizlikdə. Nadanlıqda, elmisizlikdə, başqa nədə? Avamlıqda. İfrat mövhumatçılıqda da deyə bilərikmi? Axı orada ruhanilərdən, Seyid Axund ruhanilərdən deyirdi. Bunda fırıldaqçı ruhanilikdə və s. görürdü. Əsər əruz vəznində yoxsa icra vəznində yazılır? Əruz vəznində xəfifdə.
Xəfif bəhrində. Xəfif mənası nədir? Yüngül, zərif, mülayim deməkdir, bəli. Bəs yaxşı, Zeynəb, bu xəfif bəhrində yazılan əsərlər hansı xüsusiyyət ilə seçilir? Öz oynaqlığı ilə seçilir, bəli. Deməli, Nüşabə, şeir vaidin deyək? Beyt. Aha. Bəs nə kimi qafiyələnir? Nə formasında qafiyələnir? Nə formasında qafiyələnir? A, B, B, C isə bu nə formasında? Məsnəvi kimi qafiyə. Demirik ki, məsnəvidir. Məsnəvi formasında qafiyələnibdir. Bəli. İndi baxın, deyirəm ki, tərəqqi inkişafa yalnız elmə yiyələnməklə nail olmaq olar. Yəni, tərəqqiyə inkişafa elmə yiyələnməklə nail olmaq olar. Bu, əsərdə qaldırılan problemdir, yoxsa əsərin ideyasıdır? Təbii ki, əsərin ideyasıdır, bəli. Sonra, Sübhan, hansı millətin zay olduğunu şair vurğulayır əsərdə? İslam millətinin, bəli. Əsərə görə bizlərin başına gələn bu qədər nadanlıq dərdinin səbəbi nədir? Bielmlik, yəni elmsizlik, düzdür? Aha, başqaları tərəqqi, yəni inkişaf etsə də, fikrimi tamamla, İslam cəmaatı geridə qalıbdır, bəli. Və buna görə də başqaları bizi, şair nə deyirdi? Məzəmmət edir, başqaları bizi bundan ötürü danlar. Bəs yaxşı, Sübhan, bu avam qövm, yəni insanlar nəyi anlamır? Nəyi anlamır? Yəni xəstəni sonradan, elə bil çarəni sonradan tapırdılar da. Yox, nəyi anlamır? Bayaq nə dedik beytlər oxuyanda? Aha, demədik ki, onlara dam qruplar, yəni tələ qruplar. Sonra da onun davamında demirdi ki, amma bu avam qövm bu tələ qurmağın anlamır ki, bunlar tələ qruplar. Yəni tələni anlamırdı bunlar ki, nəyə görə bunlara tələ qurulubdur, bəli. Aha, nə dedik? Dedik ki, başqaları bizi nəyə görə məzəmmət edirdi, Zeynəb? Yəni geridə qalmışıq, nadanlıq buna görə. Zeynəb, bəs insanın bəzəyinin nə olduğunu vurğuluyordu şair? Yox, insanın zinət bəzəkdir, başa düşdük. İnsanın bəzəyi nədir şairə görə? Mərifət elmi, bəli, aha. Bəs elmsiz şəxsi Zeynəb nəyə bənzədirdi? Heyvana bənzədirdi. Yenə sizə suallar verim. Nüşabə, suallarıma cavab ver. Deməli. Deyirəm ki, yerli mülkədarların varlanmaq ehtirası şairi narahat edir bu əsərdə. Belə bir şey görmədi. Şeirdə maarifçilik ideyaları öz əksini tapıb. Doğru yoxsa yanlış Nüşabə? Maarifçilik ideyaları təbliğ olunur da, bala, maarifçidir, bəli. Şeirdə Peyğəmbərin sözlərinə yer verilir. Hansıydı? O deyir, Allah zəhmətlə dolananlar yanındadır. Bəli, Allah zəhməti ilə dolananın dostudur, buna görə düzdür. Deyirəm ki, Aysu, satirik əsərdir. Qətiyyən. Satirik əsər deyil, maarifçidir. Neçənci ildə dərc olunub? Yox, 1875-ci ildən də, yəni Əkinci qəzeti nəşr olunandan sonra, deməli, elə Əkinci qəzetində də nəşr olunmuşdur. Bəli, şeir şəkli, şeir vaidi beyt idi və şeir şəkli. İkili yoldur, düzdür. Sonra, deyirəm ki, şair elm və hikmətdən başımız çıxmır deyir. Var idi mi belə bir misralar? Elm yoxdur, amma. Elm və hikmətdən başımız çıxmır, var idi belə. Hardan səhvdir? Var axı. Vay, gah deyir səhvdir, gah deyir düzdür. Yaxşı, şair deyir ki, bizdə nadanlıq var deyə çox pərişanlıq üz verir. Var idi belə bir fikir? Var idi. Yaxşı, şair deyir ki, hədislərə əməl edə-edə müasir həyatdan uzaqlaşdıq. Var idi belə bir fikir? Hardan? Əksinə deyirdi ki, hədisi bilmirik. Yaxşı, başqa millətlər inkişaf etdiyi halda müsəlmanlar geridə qalıblar fikri aşılanır. Var idi? Bu da doğru fikir oldu, bəli. Yaxşı, Nüşabə, əsərin yazıldığı bəhrdə yazılan şeirlər öz oynaqlığı ilə seçilir. Axı, biz bayaq dedik, xəfif, bəli, düzdür. Aha. Yaxşı, Türkanə, fırıldaqçılar xalqa tələ qruplar. Bu da düzdür. Sonra, axundun sayının az olduğu üçün dini qaydaları bilmirik deyir şair. Türkanə, var idi belə bir şey? Yox, oydu, səhv fikirdir, bəli. Sonra, Zeynəb, millətin dərdinin dərmanı şairə görə nədir? Elmdir. Aha, insan xəstə olanda bilikli həkim axtarır. Belə bir fikir var idi orada? Bəli. Müəllifə müraciət var. Düzdür, səhvdir? Yoxdur, müəllifə müraciət yoxdur. Bütün müsəlmanların avam olduğu bilinir bu şeirdə. Qafqaz müsəlmanları.
Düzdürmü? Yəni bütün müsəlmanları deməyək. Müəllif geriliyi göstərməklə yanaşı, nöqsanların aradan qaldırılmasının yolunu da göstərir. Düzdür, bu da oldu. Doğru cavab, bəli. Sonra deyirəm ki, şair Qafqaz müsəlmanları dedikdə tərəqqiyə mane olan din xadimlərini nəzərdə tutur. Yox, təbii ki, bu səhv fikir oldu. Şair baş vermiş bu pərişanlığın səbəbini tərəqqi edənlərə qarşı mübarizə aparmaqda görür. Hardan düzdür? Bir məntiqli işləsən. Tərəqqi inkişafdır. Tərəqqi edənə, inkişaf edənə qarşı mübarizə apara. Deyər ki, niyə inkişaf eləmisiniz? Belə bir şey ola bilər. İnkişaf eləməkdə. Tərəqqi edənlərə qarşı mı mübarizə apara? Belə şey olarmı? Təbii ki, bu səhv fikirdir. Və dedik ki, əsər bütün müsəlmanlara müraciətlə yazılır. Bu da səhv fikir. Əsər Molla Nəsrəddin jurnalında dərc olunur. Əssalam.